Sizinlə bölüşmək istədiyim mövzu ayıq və oyaq olmaq haqqındadır. Ayıq və oyaq olmaq sözü bir-birinə bənzəsə də, amma fərqli mənalara gəlir çıxır. Oyaq olmaq o deməkdir ki, yatmışam, oyandım yuxudan, bu oyanmaq deməkdir, oyaq olmaq deməkdir. Ayıq olmaq isə çox ciddi və diqqətli, dərhal hər bir işə reaksiya verən kimi tanırım. Məsəl üçün, əskərlərimizə, postda dayanan əskərlərimizə həmişə bu sözü eşitmişik. Ayıq, sayıq deyirlər. Ayıq və sayıq olmaq. Yəni, biri var, oyaq olasan, oyaqdır. Və düşmənin hər bir hansısa hiləsinə o qədər reaksiya verə bilmirsin. Amma ayıq olanda, əlbəttə ki, burada ayıqlıq çox vacibdir. Düşmən hansısa bir hiləni işlətmək istəsə, əlini cibinə qoyub, fit çala-çala gəlmir. O, gizli yollarla hər bir şeyi gizlədərək heç kim görməsin və hücuma gəlsin və hansısa bir təxribat eləsin deyə yola çıxır. Və bu zaman bizə lazımdır ki, əskərə lazımdır ki, çox ayıq olsun, çox diqqətli olsun ki, şeytanın, düşmənin hiləsini görə bilsin. Ona görə gəlin biz 1-ci Pyotrun məktubu 5-ci fəsil 8-ci ayədən oxuyaq, görək bu barədə Rəbb bizə nə deyir? Ayıq durun, oyaq olun, çünki düşməniniz olan iblis nərildəyən və kimisə aşırmaq istəyən aslan kimi dolaşır. Burada görürük ki, müqəddəs kitab bizə deyir ki, iblis gəzir, dolaşır və imanlı axtarır, adam axtarır ki, onu Rəbdən uzaqlaşdırsın, onu günaha batırsın, hansısa bir pisliyi eləsin. Hər cəhətdən onun bir dənə məqsədi var ki, bizi Rəbdən uzaqlaşdırsın, bizi yatızdırsın, bizə günah işlətdirsin və bizim gözümüzü kör etsin. Buna görə müqəddəs kitab deyir ki, ayıq və oyaq olun. Bu yaxında özümdə çox bir ağırlıq və sıxıntı hiss elədim. Ürəyimdə bir kədər var idi. Narahatçılığım var idi və bu kədərin, narahatçılığın mənbəyini axtardım. Baxdım, gördüm ki, əslində həyatımda belə bir problem yoxdur. Hər şey qaydasındadır, heç bir problemim yoxdur. Mənim ürəyim niyə sıxılır? Və elə bir gün gəldi ki, qəfil sanki mən yuxudaydım, yuxudan oyandım. Gözlərim açıldı, baxdım, gördüm ki, əslində məndə heç də hər şey qaydasında deyil. Mənim ruhani vəziyyətim bərbad bir vəziyyətdədir. Mən səhərdən axşama qədər etdiyim duaların toplam sayını yığıb bir yerə köməlasaq, 2 dəqiqə ya 3 dəqiqə edər ya etməz. Mən ümumiyyətlə Rəblə vaxt keçirtmirəm. Verdiyim qərarların hamısı səhvdir. Səhv addımlar atıram. Mən bir dəfə rayona gedirdim. Deməli, 3 gündən sonra toyum idi. Bakıda hazırlaşdıq, gün ərzində görüləsi işlərim, Qaçaqoz, Qovaqov. Gecə də elə oldu ki, yata bilmədim. Səhər saat 5 idi, fikirləşdim ki, onsuz da yata bilmirəm. Niyə dayanmışam ki, divara baxıram. Durum, çıxım yola. Durdum ayağa, getdim, bacımı götürdüm, uşaqlarını götürdüm və yanımızda başqa da adamlar var idi. Getdik, yol gedərkən, deməli, hamımız bilirik, eşitmişik, Ağsu Perevalı var. Ağsu Perevalını dolaşdıq, döndük, düşdük aşağı, üzü Göyçaya tərəf gedəndə orada bir yol var, dümdüz yoldur, amma kənarları seyrək ağaclıq və dərə təpədir. Ümumiyyətlə, mən elə gəncliyimdən çox bərk maşın sürənəm. Təxminən sürət 150-160, belə gedirəm, düz yoldur da. Elə oldu ki, birdən qəfil mən ayıldım. Ayılanda mənə çatdı ki, səndə məni yuxu tutub. Mən yatmışam rolun arxasında. Oyandım, oyananda insan oyanan kimi bilir də, özü hiss edir ki, mən yatmışdım, indi yuxudan oyandım. Mən də dərhal hiss elədim ki, demək, mən yuxuya getmişəm. Bilmirəm, 2 dəqiqə, 3 dəqiqə, daha doğrusu 2 saniyə və yaxud 3 saniyə, ola bilsin, dəqiq bilmirəm. Amma 100% əminəm ki, mən yatmışdım. Sürəti azaltdım, maşını saxladım, düşdüm, əl üzümü yudum və biraz fikrə getdim. Düşündüm, dedim, görəsən mən oyanmasaydım nə olacaqdı? Maşında uşaqlar var, qadın var. Oyanmasaydım, gözümün qabağına gətirdiyim o fikirlərim belə dəhşətli idi. Bu günə qədər də mənim tüklərim biz durur ki, oyanmasaydım birdən.
oradan bir dənə sağ adam çıxardı mı? O sürətdə. Bir ağaca dəysəydi, yumalansaydı. Bax, burada da sanki yatmışdım mən, qəfil yuxudan oyandım və özümü görməyə başladım. Bunları danışmaqda məqsədim odur ki, biz bu günləri hər birimiz özümüzə bir diqqət eləyək. Baxaq görək ki, ruhani həyatda yatmamışıq ki, günah edib, rahat gəzib və bu haqda heç bir narahatçılıq keçitməyə, sanki yatmışıq kimi davranmırıq ki. Müqəddəs kitabda bir yer var, mən istəyirəm o yerlər haqqında da sizinlə bölüşüm. Deməli, Şimşon adında bir adam var idi, Yahudi. Bu 20 il Yahudi xalqına hakimlik etmişdi. Bundan başqa o çox güclü, qüvvətli bir qəhrəman adam idi, güclüydü. Ona heç kim gücüz, onu öldürə bilmirdilər. O vaxtlarda Filistinlilərin əsarəti altında yaşayırdı İsrail xalqı. Və bu Şimşon çox güclü, qüvvətli olduğu üçün həmişə döyüşlərdə qalib gəlirdi. Onların, demək olar ki, Filistinlilərin gücü çatmırdı buna. El ordu girirdi yüzlərlə adamın arasına və hamısının arasından sağ-salamat çıxırdı. Və bu Şimşon Nazarey adlanırdı. Nazarey nə deməkdir? Allahla əhd bağlamış insan. Onu anadan olmamışdan öncə anası ilə Rəbbin bir əhdi var idi. Rəbb ona demişdi ki, saçını kəstirmək olmaz, saçı kəsilməsin və murdar, natəmiz heç bir şeyə toxunmasın, eləcə də içki, spirtli içki içməsin, keyfləndirici içkilərdən şərab içməsin. Və bu əhdi bağlamışdılar. Həmən bu Şimşonun, bu igid oğlanın bir dənə mənfi xüsusiyyəti var idi. Harada gözəl qadın görürdüsə, qız görürdüsə ona aşıq olurdu. Bir gün elə olur ki, gəlir bu Filistinlilərin arasında bir qıza yenə aşıq olur, gedir evdə dirənir ki, mən bundan evlənmək istəyirəm. Atası, anası narazı olsa da yenə xeyri olmur, adam evlənir. Evlənəndən bir həftə sonra həmən qadın artıq Şimşonu satır öz xalqının adamlarına. Çıxıb gəlir öz xalqının, Filistinlərin arasından çıxıb qayıdır öz xalqının arasına. Üstündən bir müddət keçəndən sonra yenə də bir qadın görür, o da Filistinli olur. O ilə də yenə ailə qurur, evlənir və Filistin xalqının həmən o Şimşonu öldürmək istəyən adamları gəlir qadının yanına, deyir ki, sənə gümüş verəcəyik. Sən bu sirri bizə öyrən, Şimşonun sirrini ki, görək onun gücü, qüvvəti, bu cəsarəti hardan əldə eləyir? Necə olur ki, bunu biz öldürə bilmirik? Bu qüvvə bundan hardandır? Qız bir dəfə soruşur, Şimşon düz cavab vermir, zarafat eləyir onunla, 2 dəfə soruşur, 3 dəfə soruşur, axırda Şimşon bezir arvadın deyingənliyindən, o qədər bezdirir ki, açır bu sirri deyir. Allahla bağladığı həmən əhdin sirrini qadına deyir. Müqəddəs kitabda yazılıb ki, o bu sirri deyir və sonra da başını qoyur qadının dizinə və yatır. Sonra nə baş verir? Qadın cəsuslara xəbər verir, onlar girirlər içəri, Şimşonun saçını kəsirlər, əlini bağlayırlar. Şimşon artıq qalxanda görür ki, o güc qalmayıb. Əslində, güc onun saçında deyildi, güc Rəbdə idi. O, hər bir yerdə Rəbb ona güc verirdi, Rəbb hər bir yerdə ona xeyir-dua verirdi, onu qoruyurdu. Sadəcə olaraq Şimşon artıq vədi pozmuşdu. Vədi pozduğuna görə Rəbb onu tərk elədi. Tuturlar Şimşonu, aparırlar, əlini qolunu zəncirlə bağlayırlar. Sonra onun gözünü çıxardırlar. Sonra onu dəyirmanda daş fırlatmaq üçün heyvan yerinə bağlayıb işlədirlər. Sonra öz bayramlarında onu təlxək kimi oynadırlar. Axırda düzdür, Rəbb onu yenə də xilas edir. Rəbb yenə də onun duasını eşidir sonuncu dəfə. O bir imkan tapır, həmən məbədi uçurdur, oradakı adamları da öldürür və özü də ölür.
Əziz bacı qardaşlar, görürsünüz, bax, o qədər səviyyəli, yüksək təbəqədən gəlmiş, onun kimi cəngavəri, onun kimi igidi, güclü bir adamı iblis görün nə günə qoyur. Onun gözünü belə kör eləyir, vədi pozduğuna görə. Gəlin, baxaq görək, biz Rəbbə verdiyimiz vədi, sözləri pozmamışıq ki. Yaxşı, bəs onda neynəmək lazımdır? Müqəddəs kitabdan necə, bizə nə deyir, bu vəziyyətdən necə çıxa bilərik, biz necə özümüzü qoruya bilərik ki, biz yuxuya getməyək. Müqəddəs kitabda eyni yerlərdən 9-cu, 10-cu fəsildə yazılır ki, möhkəm imanla ona qarşı durun. Bilin ki, bütün dünyada bacı qardaşlarınız da eyni cür əzab çəkir. Yəni, möhkəm imanla iblisə qarşı durmaq lazımdır. İndi mən sizə sual verirəm. Ümumiyyətlə, siz heç vaxt, nə vaxtsa özünüzə sual vermirsinizmi ki, siz kimsiz? Biz kimik? Biz Rəbbin balalarıyıq. Biz İsa Məsihin qanı ilə satın alınmış evladlarıq. Biz o imanlılarıq ki, bu günləri Azərbaycanda istənilən adamın yanında rahatca biz Məsihçiyik deyə bilirik. Biz o adamlarıq ki, o imanlılarıq ki, hansı ki, təqiblərə baxmayaraq, valideynlərin, qardaş bacıların, qohumların, dostların təqibinə, etirazına baxmayaraq, bu günləri burada oturmuşuq, Rəbbin məclisində ona ibadət edirik. Ona görə də bu qədər dəyərli olduğumuz halda, bu qədər yüksək olduğumuz halda, gəlin elə edək ki, iblis bizim gözümüzü kör eləyib, Şimşonun gününə salmasın, bizi alçaltmasın, bizi məhv etməsin. Qoy bu işdə hər birimizə Rəbb xeyir dua versin.